La həm ola bilər necə? Feil, isimdən feil düzəldən. Məsələn, işlə, dişlə, nə bilim, gözlə, başla. Burada işləmək feilinə, iş sözün isminə işlə artırılıb. Sonra la ola bilər, məsələn, başqa ola bilər, deməli, bağlayıcı oldu. La ola bilər, zərf düzəldən şəkilçi. Məsələn, zərf düzəlmə, məsələn, buraxılışlar düşmüş müvəffəqiyyətlə. Necə? Ümumiyyətlə, qoşma ən çox uşaqların səhv saldığı bir qoşma ilə bağlayıcı mövzusudur bunlarda. Bir də zərflə qoşma kimi necə fərqləndirək? Uşaqlar, la qoşma kimi olanda vasitə bildirir. Məsəl üçün, qoca ağacla yeriyir. Qoca ağacla yeriyir. Görürsünüz, bir vasitə nə ilə yeriyir? Amma bu zərf olsa nə ilə sualını verə bilmirsən. Məsəl üçün, necə olacaq? O həyəcanla gəldi, necə gəldi? O sürətlə maşını sürür, necə sürür? Burada, məsələn, o sürətlə sürür, necə? Necə sürür? Artıq burada zərf düzəldən şəkilçidir. Qoşma olanda əşyaya artırılır, adətində vasitə bildirir. Artıq onu nə ilə sualına verə bilirsən. Məsələn, o maşınla gəldi, nə ilə gəldi? O təyyarə ilə gəldi, nə ilə gəldi? Görürsünüz, artıq nə ilə sualını verir. Amma zərf kimi işlənəndə nə ilə sualına cavab vermir, necə sualına cavab verir. Məsəl üçün, o həyəcanla danışdı, necə danışdı, nə tərzdə danışdı. Artıq burada zərf kimi olacaq. Bu qədər.